Sabahınız xeyir olsun. 8 aprel 2026-cı il tarixidir. Yaz fəslinin 20-ci günü, Şəvval ayının 20-ci günüdür. Həftənin isə 3-cü çərşənbə günüdür. Hər birimizə gözəl bir gün keçirməyi, xoş xəbərli, şadlıqlı bir gün, bol bərəkətli, ruzili bir gün keçirməyi arzu edirəm. 8 aprel günündə kimləri iş yerində işləri ilə məşğuldur, kimlər iş arxasında gedib, eləcə də kimlər evdə, ev işləri ilə, evdarlığı ilə məşğuldur. Hər birinə can sağlığı, iş abadlığı arzu edirəm. 8 aprel günündə təhsilləri ilə məşğul olan hər bir şəxsə isə, yəni məktəblilərdə, orta ixtisas, ali məktəb tələbələrinə can sağlığı, iş abadlığı arzulayıram, zehni açıqlığı arzulayıram. Hər birinə qarşılarına qoyduqları məqsədə, hədəfə çataraq həm Azərbaycan Respublikası üçün, həm bütün dünya üçün əhəmiyyətli kadrları olaraq yetişmələrini arzu edirəm. 8 aprel günündə kimlərin rəhmətə gedəni var, Allahdan rəhmət diləyirəm, səbir diləyirəm. 8 aprel günündə kimlərin xəstələri var, can sağlığı, şəfa diləyirəm. 8 aprel günündə bütün qazilərimizə can sağlığı, şəfa diləyirəm. Bütün şəhidlərə Allahdan rəhmət diləyirəm. Bütün şəhid qazi ailələrini salamlayıram. Azərbaycan ordusunu salamlayıram. Gözəl bir gün keçirmələrini arzu edirəm. 8 aprel günündə kimlərin ad günü, şad günü, xoş günüdür. Hər birini bu münasibətlə təbrik edirəm. Xoşbəxtlik arzu edirəm. 8 aprel günündə də tarixi günlər vardır. 8 aprel 1168-ci ildə Azərbaycan filosofu Əbu Nəcib Sürvərvərdi Bağdad şəhərində vəfat etdiyi gündür. 8 aprel 1513-cü ildə səyyah Juan Ponce de Leon Floridanı İspaniya ərazisi elan etdiyi gündür. 8 aprel 1548-ci ildə Peru İspaniya ərazisi elan edildiyi gündür. 8 aprel 1866-cı ildə isə İtaliya və Prusiya Avstriya imperiyasına qarşı müttəfiq olduqları gündür. 8 aprel 1899-cu ildə Martha Plens elektrik stulunda edam edilən ilk qadın olduğu gündür. 8 aprel 1971-ci ildə London yaxınlığında Ümumdünya Qaraçı Konqresi keçirildi. Bu konqresdə qaraçıların bayrağı və himni qəbul edildi. Bununla yanaşı 8 aprel 1992-ci ildə Erməni Silahlı Qüvvələri tərəfindən 34 il əvvəl Ağdaban soyqırımı törədildiyi gündür. Allah bütün şəhidlərimizə bir daha rəhmət etsin və bir də belə bir soyqırımı nə Azərbaycan Respublikası, nə də heç bir dünya dövlətləri, ölkələri yaşamış olmasın. Amin inşallah. 8 aprel 1993-cü ildə Makedoniya Respublikası BMT-yə qəbul edildiyi gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.